Sürət məsələləri. Əvvəlcə gəlin qaydalarla tanış olaq. Bəzi qaydalar var. Bunları mütləq deməliyik. Ondan sonra da nümunələrinə baxaq. Uşaqlar, baxırıq birinci qaydamıza. Deyir ki, məsələ daxilində sürət və zaman verildikdə gedilən yol S bərabərdir V vur T düsturu ilə tapılır. Sürəti nə ilə işarə edirlər uşaqlar testlərdə? Sürət nədir? V. Zaman nədir? T. Deməli, V-ni T-yə vuranda bizə nə verdi? Gedilən yolu. Demək ki, S də gedilən yoluymuş. Bunu bildik. İkinci qaydamız. Məsələ daxilində gedilən yol və zaman verilib. Gedilən yol verilib, bir də zaman verilib. Onda sürəti tapmaq üçün V bərabərdir S bölü T düsturundan istifadə edəcəksiniz. Yəni, sürəti tapmaq üçün gedilən yol nəyə bölünməlidir? Zamana. Üçüncü qaydamıza baxaq. Məsələ daxilində gedilən yol və sürət verildikdə zamanı tapmaq üçün T bərabərdir S bölü V düsturundan istifadə edəcəksiniz. Aydın olurmu? Əli Əskərli, qulaq as bizə. Yata-yata qulaq asırsan. Növbəti qaydamız gəlir. Deyir, aralarındakı məsafə S, sürətləri V1 və V2 olan, deməli, məsafəmiz S-dir. Sürətlər isə V1 və V2-dir. İki avtomobil eyni zamanda qarşı-qarşıya hərəkətə başlayarsa, onda onlar T bərabərdir S bölünsün V1 üstəgəl V2 müddətdən sonra görüşər. Uşaqlar, bu qaydadan belə bir nəticə gəlməliyik ki, qarşı-qarşıya hərəkət zamanı, fikir versiniz, onu mən ayrıca da yazmışam. İki avtomobil qarşı-qarşıya hərəkət eləyirsə, onda bu iki avtomobilin sürətləri nə olmalıdır? Toplanmalıdır. İndi sürətimiz V1 üstəgəl V2-dir. Gedilən yolumuzda S-dirsə, onda zamanı necə taparıq uşaqlar? T bərabərdir nəyə? S bölünsün V1 üstəgəl V2. Sonra buna baxaq. Aralarındakı məsafə S, sürətləri V1 və V2 olan iki avtomobil eyni zamanda eyni istiqamətdə hərəkətə başlayarsa, onlar T bərabərdir S bölünsün modulda V1 çıx V2 müddətdən sonra görüşər. Bu dediyimdən də belə bir nəticəyə gəlməliyik ki, eyni istiqamətdə hərəkət zamanı sürətlər bir-birindən nə olur? Çıxılır. Bəs bunu niyə modulda yazmışıq? Modulda yazma səbəbi? Çünki sürət mənfi ola bilməz. Yəni, hər dəfəsində siz böyük sürətdən kiçik sürəti çıxmalısınız. Aydın oldu mu? Tamam. Davam edirik. Deyir ki, gedilən yolları və zamanları məlum olan avtomobillərin orta sürət düsturu, deməli, belədir uşaqlar. V orta bərabərdir. S1 üstəgəl S2 üstəgəl və s. Sn bölünsün. T1 üstəgəl T2 üstəgəl və s. Tn. Yəni, o gedilən yolların cəmini nəyə bölməlisiniz uşaqlar? Zamanların cəminə. Bu olur, deməli, nə? Orta sürət. Bir də uşaqlar, var yola görə orta sürət, bir də var zamana görə orta sürət. Yola görə orta sürət tapanda, yəni yolu yarıya bölmüşüksə, onda düsturumuz belədir, orta sürət düsturu. 2V1 V2 bölünsün, V1 üstəgəlinsin V2. Əgər zamana görə orta sürət tapırsınızsa, yəni zamanı yarıya bölmüşüksə, onda V ortanı tapmaq üçün sürətləri toplayıb 2-yə bölməlisiniz. Aydın oldu mu? Sonra son iki qaydamız var, buna da baxaq. Deyir, katerin durğun suda sürəti VK, katerin durğun suda sürəti VK, çayın sürəti VC olarsa, onda katerin çayın axını ilə sürəti nəyə bərabər olar? Çayın axını ilə sürətini tapmaq üçün uşaqlar, V katerlə V çayın sürəti toplanmalıdır. Bu nə deməkdir? Yəni, axın istiqamətində gediriksə, daha sürətli gedərik. Daha sürətli getməyimizə səbəb nədir? Bir, katerin öz sürəti, bir də çayın sürəti. Yəni, ona görə daha sürətli gedir. Bir də var uşaqlar, çayın axınının əksinə gedirsə, axının əksinə gedəndə də V katerdən V çayı çıxmalısınız. Çünki çay kateri geri təliyir. Geri təliyirsə, nəticədə sürətini eləyir, azalır. Yəni, sürət çıxılmalıdır. Qayda hissəsi tam aydın oldu mu sizə? İndi gəlin misallarına.
Misallarına tətbiq eləyək bu qaydaları. Misal 67. Bir katerin çayın axını ilə sürəti 29-dur. Axınla sürətdə nə yazaq dedik? V kater üstə gəlinsin V çay. Bərabərdir nəyə? 29-a. Axına qarşı sürət nədir deyir uşaqlar? 21. Yazacaqsınız V kater çıxılsın V çay bərabərdir 21. İndi buradan V kateri və V çayı tapaq. Necə taparıq təbii ki? Tərəf-tərəfə toplasam gedəcək bunlar. 2 V kater bərabərdir 50. V kater nə oldu? 25. Bu 25'i də ya birincə ya ikincə qoysaq V çay da tapılacaq 4. Hər ikisini soruşurdu, hər ikisini də tapdım. Aydın oldu? Tamam. Davam edək uşaqlar. İndi baxırıq 68-ə. Bir teplaxod 15 saat ərzində axına qarşı getdiyi yolu axın istiqamətində 13 saata gedir. Durğun suda teplaxodun sürətinin 70 km/saat olduğunu bilərək çayın axma sürətini tapın. Uşaqlar, deməli, axına qarşı gedirsə, onda çıxırdıq. Yəni 70-dən çıxıram və çayın sürətini və neçə saat hərəkət eləyib axına qarşı? 15. Vururam 15-ə. Bərabərdir. İndi axın istiqamətində toplayırdıq. 70 üstə gəl V çay. Bura neçə saata gedib uşaqlar? 13 saata. İndi çayın axma sürətini soruşur. Təbii ki, nə edərəm? Vurub açıb mötərizələri açaram, sonra da V çayı taparam. Vuraq açaq. 70'i 15'ə vurun. 1050 çıxılsın 15 V çay bərabərdir. 70 13'ə vuranda 910 mu? 910 üstə gəlinsin 13 V çay. İndi 13 V çayı bu tərəfə keçirsək mənfi 28 V çay bərabərdir. 910'dan da 1050'ni çıxın. Nə qədər qalır uşaqlar? 140. Mənfi 140. Onda V çay bərabər olacaq 5'ə. Mənfi 140'ı mənfi 28'ə böldüm. Başa düşə bildinizmi? Deməli, axına qarşı deyəndə sürətlərini çıxırıq, axınla deyəndə isə toplayırıq. Davam edək 69. Görək nə deyir? Motorlu qayığın 8 saat ərzində axına qarşı getdiyi yol 7 saat ərzində axın istiqamətində getdiyi yoldan 30 km çoxdur. Durğun suda motorlu qayığın sürətinin 60 km/saat olduğunu bilərək çayın axma sürətini hesablayın. Əslində bayaqki suala oxşuyur. Sadəcə fərqliliyi buradadır. Burada məsafə veribdir. Gəlin görək necə eləyəcək. Əvvəlcə axına qarşı gedib. Axına qarşı deyəndə çıxırdıq. 60 çıxılsın V çay. 60 motorlu qayığın öz sürətidir. Neçə saat hərəkət edib uşaqlar? 8 saat. Vurulsun 8. Bərabərdir. 7 saat axın istiqamətində gedib. Axın istiqamətində 60 üstə gəl V çay yazırdıq. Və neçə saat? 7 saat. 30 km çoxdur deyir. Üstə gələcək 30. İndi gəlin hesablayaq. Normal qaydada vuraq açaq. 480 çıxılsın 8 V çay bərabərdir 420 üstə gəlinsin 7 V çay üstə gəlinsin 30. Bu 7 V çayı bu tərəfə keçirsək mənfi 15 V çay bərabərdir 420 ilə 430 450. Bundan da 480'ni çıxanda cavabımız qalacaq mənfi 30. Buradan V çay nəyə bərabər oldu? 2'yə. V çay soruşurdu, cavab oldu 2. Aydındır? Tamam. Davam edirik. İndi misal 70'ə baxırıq. Deyir, körpüdən sal hərəkətə başlayır. Uşaqlar, sal deyəndə taxta parçasını elə bilin ki, qoymusunuz suyun üzərinə. Aydın oldu mu? Çay hansı istiqamətdə axırsa,
sal da həmin istiqamətdə gedəcək. Buradan belə bir nəticəyə gəlirik ki, salın özünə məxsus sürəti yoxdur. Şimdi çatdıra bildinmi? Yəni çayın sürəti 5-dirsə, deməli salın sürəti də 5-dir. Çayın sürəti 3-dür, deməli salın sürəti də 3-dür. İndi uşaqlar, körpüdən sal hərəkətə başlayırsa, tutaq ki, sal bu tərəfə gedirsə, demək ki, çay da nə edir? Bu tərəfə axır. Yəni bu çay məsələlərində, sal məsələlərində bu çayın axın istiqamətini göstərməyiz lazımdır uşaqlar. Kater də buradan hərəkətə başlayanda nə edəcək? Axın istiqamətinə gedir deyə sürəti toplanacaq. Deməli, buradan sal hərəkətə başlayır dedik. 8 saatdan sonra həmin körpüdən motorlu qayıq yola düşür. Bir də deməli, motorlu qayıq var. Uşaqlar, 8 saatdan sonra yola düşübdürsə, əgər sal T müddət yolda olsa, onda motorlu qayıq T çıx 8 saat yolda olar. Niyə ki? Çünki bu 8 saat sonra yola düşübdür. Çatırmı? Bu da belə. İndi yola düşür və 13,5 km getdikdən sonra sala çatır. Deməli uşaqlar, getdiyi yol nə qədərdir hər ikisinin? 13,5. Hər ikisinin dedim, fikir verdiniz. Çünki gedib çatıbdır. Motorlu qayıq sala çatıbdır. Sal nə qədər gedibsə, motorlu qayıq da bir o qədər. Salın sürəti qayığın sürətindən 12 azdır. Uşaqlar, salın sürəti V-dirsə, onda qayığın sürəti nə olacaq? V üstə gəlinsin 12. Bildiniz nəyə görə? Çünki salın sürəti daha azdır. O cümləni tərsinə oxusaz, qayığın sürəti saldan 12 çoxdur. İndi uşaqlar, hər ikisi 13,5 km gedibdirsə, nə yazaram? V vurulsun T bərabərdir 13,5. Bunu sal üçün yazdım. Bəs qayıq üçün nə yazım? Qayığın sürəti nədir? V üstə gəlinsin 12. Zamanı nədir? T çıxılsın 8 bərabərdir 13,5. İndi bizdən nəyi soruşur? Sal neçə saat yolda olmuşdur? Yəni məndən T-ni soruşur uşaqlar. Zamanlara T demişik. Əgər bizdən T-ni soruşursa, onda V-ni T ilə əvəz eləyin. Yəni birincidən V-ni tapsaz, 13,5 bölünsün T yazmalısınız. Sonra bu V-ni gətirin burada yerinə qoyun. Böl T, üstə gəl 12, vurulsun T çıxaq 8, bərabərdir 13,5. Daha sonra bu mötərizələri vurub açıb, oradan da T-ni tapırsınız. Yaxşı tapsaz uşaqlar, zamanı tapacaqsınız 9 saat. Bizdən də elə bunu istəyirdi. Aydın olurmu? Tamam. Adətən məsələlərdən uşaqlar qorxur, amma məsələ hamısından daha rahatdır. Çünki yazılanların hamısı Azərbaycan dilindədir. Yaxşı mı uşaqlar? İndi buna baxaq. Deyir, eyni vaxtda körpüdən axın istiqamətində kater və sal yola düşür. Yenə uşaqlar bu formada qeyd edirik. Çayın axma istiqamətində qeyd eləməliyəm. Deməli, buradan kater yola düşür. Bir də sal yola düşür. Axın istiqamətində. Kater 40 km getdikdən sonra geri döndü və 24 km gedərək salla rastlaşdı. Normal bir prosesdir uşaqlar. Kater gəlir bu istiqamətə. Neçə kilometr gəldi deyir? 40 km gəldi. Və geriyə döndü. 24 km gəldi. 24 km gəldi. Salla rastlaşdı. Demək ki, bu müddət ərzində sal nə qədər yol getdi? Salın getdiyi yol nə qədər oldu aşağılar? 40 çıxılsın 24. 16 kilometr. Məntiqini tuta bildiniz? 16 ilə 24-ün toplamı biz o 40-ı verməlidir. İndi çayın sürəti 4 olduğunu bilərək katerin axına qarşı sürətini tapın. Uşaqlar,
salın sürəti 4-dürsə, bax bura 4 yazdımsa, onda katerə nə yazaram? Sal 4-sə çay da 4-dür də. Onda kater ilk öncə axın istiqamətində gedirdi. Sürəti nə olar? V topla 4. V topla 4. Sonra buradan geri qaydanda V çıx 4. artıq bu olacaq V çıxılsın 4. İndi uşaqlar, katerin bu 40 kilometr getdiyi zamanı nəyə bərabər olar? Zaman necə tapılırdı? Məsələnin tərkibində gedilən yol və sürət varsa zaman necə tapılır? S bölünsün V. Yəni 40-ı V plus 4-ə bölməlisiniz. Deməli, katerin buradan bura gəlmə müddəti, üstə gəlinsin katerin geriyə qayıtma müddəti. Bu necə tapım? 24-ü bölməliyəm nəyə? V çıxılsın 4-ə. Bu müddət ərzində sal nə qədər yol gedib? 16 kilometr. Və neçə ilə gedib uşaqlar? Sürəti nədir? 16-nı nəyə böləcəksiniz? 4-ə. Aydın olurmu? Bundan sonra da ortaq məxrəc elin, çarpaz vurun. Yaxşı hesablasaz, səhv eləmirəmsə, V-ni tapacaqsınız. Deməli, neçə tapacaqsınız V-ni? 20. 20 üstünə 4 gələndə bu dəfə buranı hesablayıram. Yoxsa 20 tapılmır. 16. 16. Uşaqlar, 16 üstünə 4 gələndə bura neçə eləyər? 20. 16-dan 4 çıxanda bura neçə eləyər? 2. 40 böl 20, 2. 24 böl 12, bu da 2. 2 ilə də 2-nin cəmi bizə verdi, bu 4-dür. Demək ki, V-miz 16 imiş. Amma bizdən nə istəyir? Katerin axına qarşı sürətini. Yəni 16-dan nə çıxmalısınız? 4-dür. Axına qarşı sürət deyəndə V kater çıxılsın, V çaydır düsturumuz. 16-dan da 4-ü çıxdıq. Cavab qaldı 12. Başa düşə bildiniz? Tamam. Sonra davam edirik. Misal 72. Deyir, iki məntəqədən qarşı-qarşıya sal və kater eyni zamanda yola düşdü. Uşaqlar, bu dəfə qarşı-qarşıyadır. Yenə belə bir iş görəcəm. Buradan deməli, tutaq ki, sal hərəkətə başlayır. Uşaqlar, sal buradan hərəkətə başlayırsa, deməli, bayaqdan danışıram, nə başa düşməlisiniz? Sal bu tərəfə gedirsə, çay da bu tərəfə axır deməkdir. Çünki sal çayın axın istiqamətində gedir həmişə. Buradan da kater hərəkətə başlayır. Bu istiqamətdə. Fikir verə bilirsiniz uşaqlar, salla kater qarşı-qarşı hərəkətə başladılar. İndi məntəqələr arasındakı məsafə 72-dir. Baxın, bu məsafəmiz bütövlükdə 72 kilometrdir. Katerin durğun suda sürəti isə 18-dir. Onlar neçə saatdan sonra görüşər? Uşaqlar, salın sürətinə mən V yazıramsa, katerin sürəti neçə deyib şərtdə? 18. İndi kater hərəkətə başlasa necə hərəkət eləyəcək? Axının əksinə. Demək ki, sürəti 18 çıxılsın verilir. Bir də qayda öyrəndik bayaqlar. Qarşı-qarşı hərəkət zamanı sürətlər nə olurdu? Toplanır. Deməli, mən yazacağam. V üstə gəlinsin. 18 çıxılsın V. Yəni, salın sürəti üstə gəl, katerin sürəti. Vurulsun zaman bərabər olmalıdır nəyə? 70-yə. Buradan bu V'lər gedir. 18T bərabər 72-dirsə, T'miz də nə oldu aşağılar? 4. Yəni 4 saatdan sonra görüşərlər. Davam edək aşağılar. 73-ə baxırıq. Bir qatar sürətini 5 km/saat artırmaqla 450 km yolda vaxta 1 saat qənaət etmişdir. Qatarın ilkin sürətini tapın. Uşaqlar, fərz eləyirəm ki, qatarın ilkin sürəti V idi. İndi sürətini 5 artırıbdırsa, indiki sürəti nədir? V üstə gəlinsin 5. Əvvəl uşaqlar T müddətə, qulaq asırsınızmı? Zaman deyəndə T ilə işarə eləyəcək. Əvvəl T müddətə 450 km yol gedirdisə, indi sürətini 5 artırdığına görə vaxta 1 saat qənaət eləyib. Nə başa düşürsünüz qənaət eləyib deyəndə? Çıxılsın. Yəni T çıxılsın 1.
Yenə də eyni yol. Fikir verdiniz necə təyinlər sistemi qurdum? Bir də gedim üstündən. Bir də deyirəm uşaqlar. Əvvəl sürət nə idi? V. İndiki sürət nədir? V plus 5. Düzdürmü? İndi bu belə olduğuna görə, yəni sürətini artırdığına görə nə edibdir? Sürətini artırdığına görə nə edib? Vaxtı azalıbdır. Yəni əvvəlki vaxtı t idisə, indiki vaxtı nədir? Azalıb deyirəm axı. T çıxılsın 1. Bəs nə qədər yol gedirdi hər dəfəsində? 450 kilometr. Demək ki, V vur T bərabər 450. Bir də V plus 5 vurulsun. T çıx 1. Bu da 450. Tam başa düşdünüz necə qurduq? Bundan sonra qatarın ilkin sürəti istənilir deyə, yəni məndən nə istəyirlər? V-ni. Onda T-ni əvəz eləməlisiniz. Yəni zamanı sürətlə əvəz eləyin. T bərabərdir 450 bölünsün V. Aydındır. Sonra gətirib bu T-nin yerinə V üstəgələk 5 vurulsun 450 bölünsün V. Çıx 1 bərabərdir 450. Aydın oldu? İndi bunu da yenə vurub açıb yazacaqsınız. Yaxşı tapsaz aşağılar. V-ni tapmalısınız 45. İstəyirsiniz yoxlayaq. 45 üstə gəlsin 5. Neçə elədir bura? 50. Bura 45 qoyanda 450 45'e böldüm 10. Ondan da 1 çıxanda 9. Həmin bu 50'ni də 9'a vuranda 450. Demək ki, həqiqətən də V-miz 45 imiş. V sürət. Sürət 45 imiş. Sonra baxırıq 74'ə. Uşaqlar, bu misalı deməli sizə 2 üsulla izah eləyəcəm. Hansını başa düşsəz elə onunla da yazarsınız. Amma mütləq yazmalısınız. Deyir ki, sərnişin aşağıya hərəkət edən eskalatorla yeriyərkən. Bu cümləni bir incələyək. Eskalator aşağıya hərəkət eləyir. Sərnişin də bu eskalatorun üzərində yeriyir. Bunu katerin çayın axın istiqamətdə getmək üçün başa düşməlisiniz. Yəni, sərnişinlə eskalatorun sürəti nə olur? Toplanır. Yazıram V eskalator üstəgəl V sərnişin. Vurulsun nə? Neçə saniyə enibdir deyir? 90 saniyə. Bərabərdir getdiyi yolu bilmirəm deyə S yazdım. V vur T bərabərdir S. İndi davamına qulaq asın uşaqlar. Davamı. Hərəkət edən eskalator üzərində dayanarkən, o cümləni hiss eləyin görüm nə demək istəyir? Eskalator hərəkət eləyir, amma adam dayanır. Yəni normal qaydada düşürüksə. Onda yalnız eskalator hərəkət eləyir. Neçə saniyə düşür? 171. Bərabərdir yenə S. Fikir verdiniz, bu dəfə sərnişin yazmadım. Çünki sərnişin dayanıbdır. Sərnişin sürəti yoxdur. İndi davamı. O dayanmış eskalatorda yeriyərkən, uşaqlar, eskalator elə ki xarab olub. Dayanıbdır, sadəcə adam yeriyir. Onda sürət nədir dedik? V sərnişin. Neçə saniyə enər? Bilmirəm neçə saniyədir. T yazdım. Bərabərdir yenə nə yazacağım? S. Bax, bunların üçünü də birlikdə həll eləyib, T-ni tapmaq lazımdır. Bunun üçün görün nə edirəm. Uşaqlar, birincisi ilə ikincisini bərabərləşdirirəm. Köməkli bərabərləşdirim. Eyni zamanda vurub açıram. 90 V eskalator üstə gəlinsin 90 V sərnişin bərabərdir 171 V eskalator. Buradan 90 V sərnişin bərabər oldu 81 V eskalatora. 9'a bölün görüm hər iki tərəfini. Onda 10 V sərnişin bərabər olar 9 V eskalator. Onda belə çıxır ki, V sərnişin 9 K'ymış. K'ya keçirdikdə bu yazılışdan sonra həmişə. Bəs V eskalator nədir? 10K. Uşaqlar, S-i də deyin görüm. S neçə K olar onda? Uşaqlar, S-i birincidən yoxsa ikincidən hansından tapaq? İkinci daha rahat görünür. V eskalatorun yerinə 10K qoysaz, onda sərnişin neçə K olar? 171, bir dənə də 0. 1710K. İndi uşaqlar, bunları
Gətirib üçüncüdə yerinə nəzərə alaq. T-ni tapaq. Və sərnişin yerinə nə yazım? 9K. Yazıram onda. 9K vurulsun T bərabərdir. Bəs getdiyi yol 1710K'dır. 1710K'dır. Buradan bu K'lar gedir. T'ni tapmaq üçün 1710'u 9'a bölün. Cavabımız olacaq 190 saniye. Başa düşəbildinizmi bu üsulu? Bəli, elə bırak. Demişdim ki 2 dənə üsulla deyəcəm. Bu olsun birincisi. İndi ikincisinə baxaq uşaqlar. Deməli uşaqlar, aşağıya hərəkət edən eskalatorda yeriyərkən dedik ki, hər ikisi yeriyir. İndi sürətlə də zaman necə asılıdır? Sürətlə zamanın asılılığı tərs mütənasibdir. Bunu siz belə başa düşün də. Əgər mən sürətli yeriyirəmsə, tez çatacam. Lənç yeriyirəmsə, gec çatacam. Tərs asılı olduğunu hiss elədiniz də. İndi uşaqlar, aşağıya hərəkət edən eskalatorla yeriyərkən elə bil ki, 1 böl x üstə gəl 1 böl y tərsdir deyə belə yazıram uşaqlar. Bərabərdir nəyə? 1 bölünsün 90'a. Aydın oldu nə yazdım? Hər ikisinin tərsini yazdım. Çünki sürətlə zaman tərs asılıb dedik. Sonra hərəkət edən eskalator üzərində dayanarkən, onda sərnişinin sürəti zamanı yoxdur, amma eskalator var. 1 bölü x bərabər nə yazacağım? 1 bölü 171. İndi bizdən nəyi soruşur? 1 bölü y. Onda gətirin bunu qoyun birincidə yerinə. 1 bölünsün 1 bölünsün 171 üstə gəl 1 bölü y bərabərdir 1 bölünsün 90. Buradan da hesablayıb y-i yenə nə tapacaqsınız uşaqlar? 190 saniye. Aydın oldu mu? Növbət suala keçək uşaqlar. 75. Deyir, kənddən 12 kilometr məsafədə olan şəhərə 2 piyada yola düşdü. Deməli, nə edəcək uşaqlar yenə? Şəkil quracaq. Bura olsun kənd. Burada olsun şəhər. Və neçə kilometr məsafədədir deyir? Yazıram 12 kilometr məsafə. 2 piyada yola düşdü. Uşaqlar bu olsun, deməli birinci piyada, bu da olsun ikinci piyada. Birinci piyadanın sürəti ikincidən 1 kilometr böl saat çox olduğundan şəhərə 1 saat tez çatdı. Nə başa düşdünüz uşaqlar? Məsəl üçün, bunun sürəti V-dirsə, onda birincinin sürəti nə olar? V plus 1. Sürəti çox olduğuna görə ikincisindən tez çatıb. Yəni, ikincisinin zamanı T-dirsə, onda bu tez çatıb axı. Tez çatıbsa, onda zamanı olacaq T çıxılsın 1. Və V-ni T-yə vuranda da bizə nəyi verməlidir? Ümumi yolu. Yazıram. V üstə gəl 1 vurulsun T çıx 1 bərabərdir 12. Həmçinin V vur T bərabərdir yenə də 12. Bizdən soruşduğu nədir? Birinci piyada yola nə qədər vaxt sərf etmişdir? Yəni zaman istəyir. Birincisinin də zamanı nəyə bərabərdir? Baxın diqqətlə. T çıxılsın 1. Yəni T-ni tapıb bundan nə etməlisiniz? 1'i çıxmalısınız. İndi uşaqlar, bu ikincisindən V-ni əvəz eləyək. Çünki bizə zaman lazımdır. V bərabərdir 12 böl T yazaram. Və bu 12 böl T-ni gətirin birincidə əvəz eləyin. Yazıram 12 böl T üstə gəlsin 1. Vurulsun T çıx 1 bərabərdir 12. Buradan da mötərizələri vurub atıb T-ni tapa bilərsiniz. Yaxşı tapsanız neçə tapacaqsınız? 4 mü tapacaqsınız uşaqlar? Bax, T-ni yerinə 4 qoysam, birinci mötərizənin daxili T-ni yerinə 4 qoydum. 12'ni 4'ə böldüm 3. Üstünə 1 gəldim. 4. 4'dən də 1 çıxanda 3. Ödüyür. Deməli, T-miz 4'ə bərabərdir. Onda birinci piyadanın zamanı nə olar? Birinci piyadanın zamanına nə demişik uşaqlar? T çıx 1. 4'dən də 1 çıxanda cavabımız oldu 3 saat. İzah edə bildim? Tamam. Davam edirik növbət sual. 76. Deyir ki, motorlu qayığın 39 kilometr çay axını ilə, çayın axını ilə nə baş verirdi? Sürətlər nə olurdu? Toplanırdı.
28 kilometr çay axınının əksinə. Onda V qayıq çıxılsın nə yazarıq? V çay. Getdiyi vaxt durğun suda elə özünə bərabərdir. 70 kilometr getdiyi vaxta bərabərdir. Çayın axma sürəti 3 km/saat olarsa, qayığın durğun sudakı sürətini tapın. İndi qulaq asın mənə uşaqlar. 39 kilometr gedib, çayın axma sürəti 300 dediyinə görə 39 kilometri V üstəgəl 3 ilə gedib. Onda buna nə qədər vaxt sərf eləyər? Vaxtı necə tapırıq? Gedilən yolu sürətinə bölməklə. Yəni 39-u nəyə böləcəksiniz? V üstəgəlsin 3-ə. Başa düşə bildiniz? Bax, bu yazdığımız zamandır. Sonra üstə gəlinsin 28 kilometri çayın axınının əksinə gedibdir. Axının əksinə sürəti nədir bəs? V çıx 3. Onda buna sərf elədiyi zaman 28 bölünsün V çıx 3 bərabərdir 70 kilometr durğun suda getdiyi vaxta. Yəni 70-i böləcəksiniz. 70-i böləcəksiniz sadəcə öz sürətinə. Bu qurduğum tənliyin üstündən bir dəfə də keçmək istəyirəm uşaqlar. Görək nə başa düşdük. 39 kilometr çayın axını ilə getdiyi vaxt necə tapıldı? 39-u nəyə bölməliyik? Zaman istəyirəmsə, getdiyi yolu sürətə bölməlisiniz. Yəni 39-u böldük V üstəgəl 3-ə. 28 kilometr axının əksinə getdiyi vaxt, onda 28-i bölməlisiniz V çıx 3-ə. Deyir ki, bu iki vaxtın cəmi 70 kilometr durğun suda getdiyi vaxta bərabərdir. Onda 70 kilometr durğun suda gedibsə, nə qədər vaxt sərf eləyər? 70 bölünsün V. Çatırmı? İndi buradan da V-ni tapmış olsanız, V bərabər olacaq 10. Həqiqətən də V 10-dur. Çünki 10-un üstünə 3 gəlsəz, neçə eləyir bura? 13. 39 13-ə bölün. Bu elədir 3. 10-dan 3 çıxanda 7. 28 7-yə böldüm 4. 3 ilə 4-ün cəmi də bura 10 qoyanda burada 7 edir. Amma ətraflı yazıda düşsə, bunu belə yerinə rəqəm qoymaq düzgün deyil. Neynəməsi onda? Hər iki tərəfi ortaq məxrəc edib çarpaz vurmalısınız. Aydın olurmu? Tamam. Baxıram 77-yə. Uşaqlar, bu da eyni tipli sualdır. Diqqətiniz məndə olsun, başa düşəcəksiniz. 15 kilometr çayın axını ilə gedib. Onda 15-i nəyə bölürdük? 15-i bölürdük. Çayın axını ilə gedibsə, çayın sürəti də 4-dür. V üstəgəl 4-ə. Çayın axını ilə gedib axı. 4 kilometr göldə gedib. Göldə gedibsə nə olurdu? Göldə əlavə sürət verən yoxdur. Elə ki, durğun olur da göl. Onda üstə gəlinsin 4 bölü V. Bütün yola 1 saat vaxt sərf edib. Demək ki, bu ikisinin cəmi bərabər olmalıdır 1. Aydın oldu? İndi buradan V-ni tapın görüm. V neçə olacaq uşaqlar? 16 idi deyəsən. 16 qoysaq, birdən baxın. 16-ın üstünə 4 gəldim, neçə elədi? 20. 20-də 15, 4-də 3 deməkdir. Bura 16 qoyanda 4-də 1, toplayanda da 1. Deməli, V bərabər imiş 16-ya. Ya da ki, ortaq məxrəc eləyib çarpaz vura bilərsiniz. Başa düşə bildinizmi? Tamam. Uşaqlar, bir dənə də bu tipli sual var. Gəlin baxaq. Deyir ki, motorlu qayıq çayın axını ilə 48 kilometr məsafəni gedib qayıtmağa 5 saat vaxt sərf edir. Demək uşaqlar, 48 kilometri gedir. Əgər gedirsə, çayın axını ilə gedirsə, onda yenə çayın sürəti 4-dür deyir. V plus 4. Bu getdiyi zamandır. Bir də geri gəldiyi zaman. Yenə eyni yolu qayıdıb. Amma təbii ki, geri qaydanda axının əksinə hərəkət eləyir deyə. Bu olacaq V çıx 4. Və nə qədər vaxt sərf eləyib? 5 saat. Bərabərdir yazmalısınız 5-ə. İndi buradan V-ni tapsaz, V neçə olacaq uşaqlar? Görün 20-yə oxşuyurmu? 20-nin üstünə 4 gələndə 24.
48 24'e böldüm. Buradan tapdım 2. Buraya 20 yazanda 16. Bu da elədi 3. 2 ilə 3-ün cəmi də 5. Deməli V-miz həqiqətən də 20 imiş. Bizdən də elə bunu soruşur. Durğun suda sürəti 20. Oxşaran yaza biləcəksinizmi evdə? Bol-bol misallar seçmişəm buna aid. İndi baxırıq 79-a. Bir motorlu qayıq iki məntəqə arasındakı məsafəni çayın axını ilə 8 saata, axına qarşı da 12 saata gedir. Qayıq bu məsafəni durğun suda neçə saata gedər? Deməli uşaqlar, əvvəlcə çayın axını ilə gedib. Çayın axını ilə nə olurdu? Və qayıq üstə gəl və çay yazırdıq. Vururuq neçə saata? 8 saata. Bərabərdir S yazdım çünki getdiyi yol bilinmir. Axına qarşı amma 12 saata gedir. İndi axına qarşı yazıramsa və qayıq çıxılsın və çay vurulsun 12 bərabərdir S. İndi qayıq bu məsafəni durğun suda neçə saata gedər? Yazıram və qayıq vurulsun T bərabərdir S. Durğun suda ancaq öz sürəti olur ona görə. İndi birinci ilə ikincini bərabərləşdirək. Çünki bunların hər ikisi S-S'dir. Fikir verə bilirsiniz. Bir-birinə bərabərləşdirirəm. Olacaq 8V qayıq üstə gəl 8V çay mötərizələr vurub açıram. Bərabərdir 12V qayıq çıxılsın 12V çay. Bu mənfi 12V çayı bu tərəfə keçirsəm 8 ilə toplanılır. 20V çay bərabərdir 4V qayıq. 4-ə bölsəm hər iki tərəfini 5V çay bərabərdir V qayıq. K'ya keçsək, görünür ki, çay K'dırsa və qayıq nəyə bərabər olar? 5K. İndi uşaqlar, S-i də deyin görüm, S neçə K'dır? Bunları gətirin, ya birincə, ya ikincə yerinə qoyun. Birincə yerinə qoy. Bax, elə bilin ki, bunun yerinə 5K qoydum. Bunun yerinə K qoydum. 6K'nı da 8-ə vurduq. Oldu 48K. İndi, bunları gətirin, üçüncüdə nəzərə alın. V qayıq yerinə neçə K qoyun? 5K vurulsun T bərabərdir. Bəs getdiyi yol 48K'dır. Buradan da bu K'lar gedir. T'ni tapmaq üçün də 48-i 5-ə bölün. Cavabımız olacaq uşaqlar 9,6. Aydın olur? Tamam. Bunun üçün əslində bir dənə də hazır düstur var idi uşaqlar. Səhv eləmirəmsə belə idi. T1 vur T2 bölünsün. T1 üstə gəl T2. Hazır düsturdur. Durğun suda getdiyi. Görək ödənilirmi? 8 vurulsun 12. Düzdürmü? Yoxsa onun əvvəlində 2 də var idi. 2 də var idi. 2 də var uşaqlar. 2 T1 T2 bölünsün, T1 üstə gəl T2. Bu bayaqki düstura oxşuyur da. V orta nəyə bərabər idi? Düstur yazmışdıq. 2 V1 V2 bölünsün, V1 üstə gəl V2. Fizikada da görmüşsünüz da, bu orta sürət düsturudur. Bölünsün, 8 üstə gəlinsin, 12. Hesablasaq. Nə edir yuxarısı? 16, 192 bölünsün 20. Cavabımız da nədir? 9,6. Aydın oldu. Düstur daha asandır, yadınızda saxlaya bilsəz. İndi baxırıq. Misal 80. Bir avtobus A şəhərindən B şəhərinə 60 km/saat sürətlə, B-dən A-ya isə 40 km/saat sürətlə gedir. Avtobusun orta sürətini tapın. Uşaqlar, A-dan B-yə getdiyi yolla B-dən A-ya getdiyi yol bir-birinə bərabərdir. Yəni, yollar bərabərdir. Yollar bərabər olanda yola görə orta sürət düsturunu yazmalısınız. Yola görə orta sürət düsturu belə idi. 2V1 V2 bölünsün V1 üstə gəlsin V2. Bayaqlarda yazdım da bu düsturu. İndi 2 vurulsun. Gedəndə sürəti 60 idi. Qaydanda 20-dir. Bölünsün 60 üstə gəlsin 20. Nə aldıq? Yuxarıları vurun bir-birinə. 480 mi eləyir? 4800, hə. 4800
bölünsün 80. Bura niye 20 yazdım? Bura ne yazmalıydı? 40 yazmalıydı. Onda bura olacaq 100. Dağımızdan oldu uşaqlar? 48 kilometr böl saat. Orta sürət oldu 48. Əgər zamanı yarıya bölsəydilər uşaqlar, zamanı yarıya böləndə orta sürət düz durur. V1 üstəgəl V2 bölünsün 2-dir. Gəlin baxaq. Misal 81. Avtomobil məntəqəyə çatdığı müddətin birinci yarısını 80 sürətlə, digər yarısında 110 sürətlə gedib, avtomobilin orta sürətini tapın. V orta bərabərdir dedik. Zaman yarıya bölüləndə V1 üstəgəl V2 böl 2. Yəni 80 ilə nəyi toplayacaqsınız? 110-u böləcəksiniz 2-yə. 190 böl 2-dən də 95 kilometr bölünsün saat. Aydın oldu? Tamam.